Salam əziz balalar. Bugünkü dərsimizdə biz sizinlə hekayənin yazılması ilə tanış olacağıq. Bu mövzuya başlamazdan əvvəl istərdim belə bir sualı cavablandırasınız. Mr. Smith'in ixtirası mətni sizcə bədii mətn idi, yoxsa informativ mətn idi? Fikirlərinizi əsaslandırın. Gəlin bir daha aşağı siniflərdən bədii və informativ mətnlər haqqında öyrəndiyimiz məlumatları yadınıza salaq. Xatırlayırsınızsa qeyd etmişdik ki, mətnlərin iki növü var idi. Bədii mətnlərdə əsasən şeir, nağıl, hekayə və s.lərdən ibarət idi. Bədii mətndə heyvanlar, quşlar, hətta cansız əşyalar da dil açıb danışa bilirlər. İnformativ mətnlər isə bilik, məlumat vermək üçün yazılmış mətnlər idi və burada daha çox faktlar üstünlük təşkil edirdi. Quruluş baxımından isə xatırlayırsınızsa biz öyrənmişdik ki, hər iki mətn, həm bədii, həm də informativ mətnlər 3 hissədən ibarət idi. Giriş, əsas hissə və sonluq hissə. Girişdə obrazların adı çəkilirdi, hadisələrin yeri, zamanı göstərilirdi. Əsas hissədə qəhrəmanların başına gələn hadisələr nəql olunurdu. Sonluq hissədə isə hadisənin nəticəsi göstərilirdi. Bax, bu məlumatlar əsasən bədii mətnlərdə öz əksini tapırdı. Eyni zamanda 3 hissə informativ mətnlərdə də müşahidə olunur. İndi gəlin bax bu fikirləri ümumiləşdirərək nəticəyə gələk. Mr. Smith'in ixtirası sizcə bədii mətndir, yoxsa informativ? Yadınızdadırsa, mətnin əsas hissəsində məhz biz qəhrəmanların üzləşdikləri problemləri, qarşılaşdıqları problemlərlə rastlaşdıq və onların həlli yollarını gördük. Buradan belə nəticəyə gələ bilərik ki, Mr. Smith'in ixtirası mətni bədii mətndir. B tapşırığına baxaq. Mr. Smith'in ixtirası mətni ilə bağlı suallara cavab verin. Mətndə hansı epizodlar var? Onları yarımbaşlıqlar şəklində sadalayın. Gəlin həmin epizodları sadalayaq. İlk epizodumuz yadınızdadırsa hava balonunun qəzaya düşməsi ilə bağlı epizod olacaq. Daha sonra isə biz Mr. Smith haqqında həmin ilk hissələrdə məlumat əldə etdik. Onun necə hansı xüsusiyyətlərə malik olduğunu öyrəndik. Daha sonra isə hava balonunun sahilə çıxması ilə bağlı məlumatlar əldə etdik. Bundan sonra Mr. Smith'in itkin düşməsi məlumatlarını gördük. 5-ci yarımbaşlığımız sərnişinlərin qarşılaşdıqları çətinliklər olacaq. Bundan sonra Mr. Smith'in tapılması, sonuncu başlığı isə Mr. Smith'in ocaq qalaması olacaq. İndi gəlin sualları cavablandıraq. Sizcə bu epizodlar içində əsas epizod hansıdır? Uşaqlar, yadınızdadırsa, epizodlar əsasən əsas və köməkçi olmaqla iki hissəyə bölünürdü. Əsas epizodda məhz əsas problem və onun həlli yolu göstərilirdi. Biz isə bununla məhz 6 və 7-ci epizodlarda rast gəlmişdik. Daha doğrusu, ən vacib məlumat, yəni ocağın qalanması, Mr. Smith tərəfindən ocağın əldə edilməsi məhz 7-ci epizodda olmuşdur. Digər sualımıza baxaq. Baş qəhrəmanın xarakteri hansı epizodlarda açılırdı? Əgər xatırlayırsınızsa, biz baş qəhrəmanın xarakteri haqqında məhz Mr. Smith kim idi epizodunda gördük. O cümlədən bununla yanaşı qeyd edə bilərik ki, Mr. Smith'in necə işgüzar biri və iradəli olmasını biz Mr. Smith'in tapılması epizodunda da müşahidə etdik. Çünki onu tapan kimi vəziyyəti aydınlaşdırmağa çalışdı və əlinin altında olan vasitələrdən istifadə edərək tez bir zamanda ixtirasını etdi. Bu isə onun işgüzarlığından və iradəsindən xəbər verir. Daha sonra isə növbəti sualımızı da cavablandıraq. Bu mətni yazmaqla müəllif oxucuya hansı fikri çatdırmaq istəyir? Biz bu mətndən bir daha müşahidə etdik ki, insan öz ağlı, zəkası ilə hər bir çətinliyin öhdəsindən asanlıqla gələ bilər. Növbəti tapşırığımıza baxaq. Sizcə necə oldu ki, Mr. Smith yoldaşlarından ayrı düşdü? Birinci hissədəki birdən hündür bir dalğa balona çırpılıb, onu möhkəm silkələdi cümləsinə diqqət yetirin. Bu cümlədən başlayaraq Mr. Smith'in başına gələnləri təxəyyülünüzə uyğun danışın. Bax, bu tapşırığı yerinə yetirməyi sizə həvalə edəcəm. Mətnə yeni bir epizod əlavə edin və mətni daha da genişləndirin. Növbəti tapşırığımıza baxaq. Kibritin ixtirası haqqında hekayə qurub təqdim edin.
Aşağıdakı təlimat və şəkillərdən istifadə edin. Əgər xatırlayırsınızsa, biz ötən dərsimizdə sizə belə bir ev tapşırığı vermişdik. Hansı ki, bu tapşırıqda deyilirdi ki, kibritin yaranma tarixi haqqında məlumat araşdırın. Yəqin ki, araşdırmalar nəticəsində müəyyən məlumatlar əldə etmisiniz. Bax, həmin məlumatlardan, o cümlədən indi faydalı məsləhət rubrikasında hekayə qurmaqla bağlı təlimatdan istifadə edərək kibritin ixtirası ilə bağlı bir hekayə qurub təqdim edəcəksiniz. Gəlin əvvəlcə təlimatı oxuyaq. Hekayə yazarkən aşağıdakı tövsiyələrə əməl edin. Bu hekayəni yazmaqda birinci növbədə məqsədinizi müəyyənləşdirin. Daha sonra hekayədə təsvir olunacaq hadisələri, əsas epizodu müəyyən edin. Hekayənin baş qəhrəmanını, zahiri görünüşünü və xarakterini təsvir edin. Bütün bunları ümumiləşdirərək və kibritin yaranması haqqında əldə etdiyiniz araşdırma nəticələrindən istifadə edərək hekayəni qurub təqdim edəcəksiniz. Bunun üçün sizə Ç tapşırığında verilmiş ardıcıllıqdan da istifadə etmək tövsiyə olunur. Giriş hissədə hekayənin qəhrəmanı, yəni ixtiraçı John Walker haqqında məlumatı yerləşdirərsiniz. Əsas hissədə hadisənin baş verdiyi zaman və məkanı göstərərsiniz. O cümlədən hadisənin özünün təsvirini verərsiniz. Sonluq hissədə isə hadisənin nə ilə nəticələndiyini qeyd etsəniz, hekayəniz tam dolğun alınacaqdır. Bax, belə uşaqlar, bugünkü dərsimizdə burada sona çatdı. Gələn dərsimizdə görüşərik. Hələlik.